Bu yemək şalampurdur, yoxsa quzu soyutma. Adını siz seçin, bəlkə də tam başqa bir ad yaraşar. Bu dəfə restoran yox, süfrə bizim əlimizdən. Əgər dostların arasında yaxşı aşpaz varsa, sən artıq restoranlara salam vermə. Qaxın təmiz havası, ləziz yeməklər və seçilmiş içkilər yan-yana. İndi isə keçək yeməyin hazırlanmasına. Əvvəlcə 2 baş soğanı doğrayıb qazanın dibinə yayırıq. Üstünə 2-3 dilim quyruq əlavə edirik. Quzunun qol sümüyünü qazana yerləşdiririk. 1 pomidor və 1 biber doğrayıb əlavə edirik. Duz, istiot vurub suyunu qatırıq. Qazın üstünə qoyuruq və 4-5 saat zəif odda bişiririk. Ən yaxşısı qazanın ağzını xəmirlə bağlamaqdır. Amma bu dəfə bizdə o imkan olmadı. Arada suyu çəkildikcə əlavə etməyi də unutmuruq. Və nəticədə dadına doyulmaz bir süfrə ortaya çıxır.